Salam dostlar, hər birinizi xoş gördük. Bugün yenidən məktəb psixoloqlarının işə qəbul imtahanlarında düşə biləcək suallardan birini müzakirə edəcəyik və məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı bəzi məsələləri öyrənməyə çalışacağıq. Sualımız maarifləndirmə fəaliyyəti ilə bağlıdır və sualda bizdən maarifləndirmə fəaliyyəti ilə bağlı doğru fikirləri tapmaq tələb olunur. Gəlin başlayaq. Məktəb psixoloqunun məktəbdə əsas fəaliyyət istiqamətlərindən biridir. Bəli, biz bunu doğru fikir hesab edə bilərik, çünki maarifləndirmə fəaliyyəti məktəb psixoloqunun 5 əsas fəaliyyət istiqamətindən biri hesab olunur. Yalnız şagirdlər üzərində həyata keçirilir. Bu isə yanlış fikirdir, çünki maarifləndirmə fəaliyyəti şagirdlərlə bərabər bura müəllimləri və valideynləri də daxil edə bilərik. Bu yanlış fikir hesab olunduğu üçün bunu götürməyəcəyik. Verbal maarifləndirmə formalarına seminar, mühazirə, disputlara aid etmək olar. Bəli, bu doğru fikirdir. Verbal, yəni sözlü maarifləndirmə formalarından biz seminarları, mühazirələri və disputlara aid edə bilərik. Doğru fikir olduğu üçün bunu götürəcəyik. Rogovun emosional vəziyyətin analizi testi maarifləndirmə tədbiridir. Adından da göründüyü kimi burada hər hansı bir psixodiaqnostik işdən söhbət açılır və ona görə biz bunu maarifləndirmə tədbiri hesab edə bilmərik. Çünki hər hansı bir emosional vəziyyətin analizi və yaxud da qiymətləndirilməsi burada artıq psixodiaqnostik fəaliyyət icra olunur və ona görə bu maarifləndirmə tədbiri hesab edilmir. Psixoloji mövzularda məlumatlılığın artırılması maarifləndirmə işinin əsas məqsədlərindəndir. Bəli, bu da doğru fikirdir. Məhz maarifləndirmə işinin əsas məqsədi də psixoloji mövzularda məlumatlılığın və savadlılığın artırılmasıdır. Bizim üçün doğru cavablar 1, 3 və 5-ci hissədə olan cavablardır. Bu isə A variantındadır. Dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti suallarda görüşənədək.